Əhl-i Beyt məzhəbi, Əhl-i Beyt ardıcılları, onların şad günündə şad, qəmli günlərində qəmli olmaları ilə digər müsəlmanlardan seçilirlər. Yalnız Peyğəmbər ailəsinin davamçıları və aşiqləri olan bizlərdir ki, Əhl-i Beytin şad günündə şad oluruq, qəmli günündə qəmli oluruq. Digər müsəlmanların arasında belə bir adət yoxdur, mövcud deyildir. Biz onların şad günlərini və qəmli günlərini rituala çevirmişik. Məclislər qururuq, ayinlər təşkil edirik. Ələl-xüsus Əhl-i Beyt əleyhissalamın vəfat günlərini, şəhadət günlərini, xüsusən də Kərbəla tarixinin günlərini ayrıca olaraq qeyd edirik. Bu səbəb olmuşdur ki, bir çox insan bizim barəmizdə mənfi düşünməyə başlamışdır. Belə ki, bizlərə irad edirlər ki, sizin təşkil etdiyiniz qəm, kədər məclisləri, hüzn məclisləri insanın fitrəti ilə ziddiyyət təşkil edir. İnsan fitrətən sevinmək istəyir. Sizin təşkil etdiyiniz Aşura məclisləri və yaxud Əhl-i Beytin vəfat günləri insanın sevinç hisslərini boğur və insanı kədərə qərq edir. İkincisi, bununla yanaşı İslam bir sıra sevinç əlamətlərini də haram etmişdir. Məsələn, rəqs etməyi, musiqi çalmağı və yaxud bu tip əyləncələri də haram etmişdir. Bir tərəfdən qəm, kədər məclislərinin təşkili, digər tərəfdən bir sıra fərəh gətirəcək işlərin də haram edilməsi, bu insanın fitrəti ilə ziddiyyət təşkil edir. Üçüncüsü, bu qəm və kədər hissi insanda bədbinlik yaradır. İnsanı özünə qapadır. Nəticədə bu bədbinlik nəticəsində insan yaradıcı bir insan ola bilmir. Yaratmaq qabiliyyətini itirir. Halbuki insan yaradıcı olduğu zaman faydalıdır. Bu üç irad araşdırılması və tədqiq edilməsi vacib olan bir məsələlərdir. Doğrudan mı belədir? Yəni bizim Əhl-i Beyt əleyhissalamın şad günlərini qeyd etməyimizi heç görmürlər. Lakin onların qəmli günlərini keçirtməyimizi bizə irad kimi bildirirlər. Biz Əhl-i Beyt ardıcılları öz əqidəmizi, öz əməllərimizin Qur'ani və rivai, yəni Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın kəlamlarına əsaslandığını iddia edərək bu əməlləri yerinə yetiririk. Gəlin birinci araşdıraq. Görək ki, insanın fitrətində nə var? İnsan fitri olaraq nəyə meyl edir? Fitri olaraq sevincə meyl edir, yoxsa fitri olaraq kədərə meyl edir? İnsanın tipi, insanın, necə deyərlər, mahiyyəti nədən ibarətdir? Əgər insanın fitrəti həqiqətən sevincə meyillidirsə, biz
kədərli məclislər keçirtməklə doğrudanmı fitrətimizə qarşı gedirik? Bu araşdırılması vacib olan bir mövzudur. İnsan üç qüvvədən ibarətdir. Birinci qüvvə faili qüvvə, yəni işçi qüvvəsi. İnsan ağlı faili qüvvədir. Biz insanlar ağlımızla fikirləşirik, bir məsələni düzürük, qoşuruq. İkinci bizim işçi qüvvəmiz bizim iradəmizdir. Mən ağlımla fikirləşdim ki, filan fiquru belə düzəldim. Lakin məni tənbəllik basır. Nə məni vadar eləyir ki, durum mən həmin o fiquru düzəldim? Mənim iradəm. İradəm olmasa, 3 gündə qalsa orada heç əhəmiyyət vermərəm. Deməli, insanın işçi qüvvəsi onun ağlıdır, ikincisi iradəsidir. İnsanın birinci tərəfi budur. İnsanın ikinci tərəfi infiali, yəni təsirə məruz qalan tərəfidir. Hansı tərəfdir? İnsanın hissləri və duyğuları kənar təsir nəticəsində formalaşan bir varlıqdır. Məsələn, bizim daxili hisslərimiz vardır. Məsələn, biz qəzəblənirik, biz sevinirik, biz kədərlənirik, biz həyəcanlanırıq. Bunlar bizim daxili hisslərimizdir. Nəyin nəticəsində bunlar baş verir? Öz başına baş verir? Xeyr, insan əslində boş ərazidir. Gərək kənar bir qüvvə təsir göstərə, insan sevinə, insan kədərlənə, insan qəzəblənə, qəzəbi soyuya, nə bilim, şücaətlənə, qorxaqlaşa. Kənar səbəblər nəticəsində insan onun daxili hərəkətə gəlir. Bir də insanın duyğuları var. Bizim kənara olan sevgimiz, nifrətimiz, biz başqalarını sevə bilirik, nifrət eləyə bilirik. İnsan belə bir varlıqdır. Deməli, bizim ikinci tərəfimiz hiss və duyğulardan ibarətdir. Burada da sevinç və qəmdən söhbət getmir. Üçüncü tərəfi insanın meyildir. Fitri meyillərdir. İnsan fitrətən nəyə meyl edir? Fitrətən nəyə tərəf yönəlir? İnsan fitrətən qəmə tərəf yönəlir, sevincə tərəf yönəlir, ya hər ikisinə tərəf yönəlir, ya heç birinə tərəf yönəlmir. Alimlər deyirlər ki, insan fitri olaraq bir şeyə tərəf yönəlir. İnsan kamala və zirvəyə doğru yönəlir. İnsanın içərisində kamala meyl var, zirvəyə ucalmaq istəyi vardır. Hansı şey bunun məzhəridirsə, bunun nümunəsidirsə, insan ona meyl göstərir. Məsələn, İnsan daxilən kamala tərəf meyl edir. Gözəllik kamalın bir nümunəsi olduğundan insan gözəl səs eşidəndə xoşhal olur. Gözəl mənzərə görəndə xoşhal olur. Gözəl surət görəndə xoşhal olur. Niyə? Çünki gözəllik kamalın bir nümunəsidir. Fərəh və kədər. Hansı fərəh əgər bu kamalın, bu gözəlliyin nümunəsi olarsa, insan ona tərəf meyl edər. Hansı kədər əgər bu gözəlliyin nümunəsi olarsa, insan o kədərə də meyl edər. Yəni, hansı kədəri insan gözəl görsə ona meyl edər. Hansı fərəhi, hansı sevinci gözəl görsə, insan ona tərəf meyl edər. Amma birbaşa insan yalnız fərəhə, sevincə meyl etsin və yaxud yalnız kədərə meyl etsin deyə bir anlayış yoxdur. Nəyi gözəl görürsə insan ona tərəf meyl edir.
Bu bir. İkincisi, gəlin insanın fitrətini qoyaq qırağa. Bu anlaşıldı ki, insanın fitrətində daim fərəhə, sevincə meyl və yaxud kədərə meyl deyə bir şey yoxdur. Yaxşı, insanın fitrətini qırağa qoyduq. İnsanın ehtiyacı fərəhədir, yoxsa kədərədir? Fitri olaraq nəyə insan ehtiyac duyur? İnsan hədəfli varlıqdır. İnsan nə üçün yaranıb? İnsan bir məqsəd üçün yaranmışdır. Həmin o məqsəd insanın yaradıcı olmasıdır. لَقَدْ خَلَقْنَا الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ أَمَلًا. Biz ölümü və həyatı yaratdıq ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu görək. İnsan nə üçün yaradılıb? İnsan yaradılıb əməldən ötürü. İnsan yaradılıb yaradıcı olmaqdan ötürü. Sən nə təqdim eləyirsən cəmiyyətə? Sənin nə faydan var? Sənin yaratdığın nədən ibarətdir? Sən ancaq və ancaq cəmiyyətdən alansan, yoxsa sənin cəmiyyətə bir qatqın var? Sənin bir cəmiyyətə bir təsirin var, müsbət təsirin. Allah Teala bir mübarək ayədə belə deyir: "Qul i'malu fasayarallah amalakum və rasuluhu vel mu'minun." De ya peyğəmbər, əməl edin, iş görün. Allah, peyğəmbər və möminlər sizin əməllərinizi görürlər. Yəni insan yaradılıb yaradıcı olmaqdan ötürü. Tamam. Əgər insan yaradıcı olmaqdan ötürü yaranıbsa, fərəh daim insanın yaradıcı olmasına müsbət təsir göstərirmi? Daim insanın sevinç halında olması, insanın yaradıcılığına bir müsbət təsiri varmı? Bəli, bədbinlik insanın yaradıcılığına mənfi təsir göstərir. Daim insan pis fikirləşir, daim bədbindir, daim həmişə pis şeylər gözləyir. Allah Teala Quran-ı Kərimdə şiddətli şəkildə bədbinliyi qadağan edir. La təqnətu min rəhmətillah. Allahın rəhmətindən qətiyyən ümidinizi üzməyin. La təqnətu min rəhmətillah. İnnallaha yəğfiruz-zunubə cəmi'a. Allah bağışlayandır. Allah insanı bədbin görmək istəmir. Əli əleyhissalamın çox gözəl bir sözü vardır. Deyir, nə qədər dünyanın çətinlikləri, problemləri sənin üzərinə tökülmüş olsa da, sənin gözün daim qapıdan hər an xoşbəxtliyin, nə bilim, fərəhin, sevincin, səni şadlandıracaq bir hadisənin sanki qapıdan içəriyə daxil olacağını gözləginən, həmişə ümidli olginən. Nə qədər çətinlikdə olsan da, heç vaxt ümidini itirmə. Bir gün, bir an sən o çətinlikdən xilas ola bilərsən. Deməli, bədbinliyi Allah Teala ya insanın yaradıcılığının qabağında böyük bir maneə bilir. İnsan sevincli olmalıdır. Lakin hər sevinç insanı yaradıcı edirmi? Xeyr. Çox sevinclər var ki, insanı bədbəxt eləmişdir. İnsan bir vəzifəyə sahiblənir, bir mala mülkə sahiblənir, bir şöhrətə sahiblənir, başlayır başı dumanlanmağa, başlayır qürrələnməyə, məğrur olmağa. O sevinç onu məhvə aparır. Əzizlərim, siz yoxsulluqdan çox bədbəxt olan insanları görmüsünüz, yoxsa varlılıqdan və toxluqdan çox bədbəxt olan insanları görmüsünüz? O qədər insan var ki, həmin o həyatın gətirdiyi xoşbəxtliyin sərxoşluğuna qapılmışdır. Sərxoşluq təkcə murdar suyu içib başının dumanlanması deyil. İnsan vəzifədən sərxoş ola bilər. İnsan məqamdan sərxoş ola bilir, puldan sərxoş ola bilir. Nə bilim,
gücünün qüvvəsindən sərxoş ola bilir. Hər bir insan sərxoş ola bilir. Allah bizi o sərxoşluqlardan saxlasın. Biz möminlər, biz Allah bəndələri fəxr edirik ki, bəli, Allahın haram buyurduğu işləri etmirik və sərxoş olmuruq. Lakin unutmayaq ki, sərxoşluğun növləri təkcə o murdar su ilə bitmir. Deməli, hər fərəh, hər sevinç insanı yaradıcı etmir. Lakin çox olub ki, qəm, kədər insanı yaradıcı edə bilir. İnsanın qəlbinə qəm, kədər gəlir və həmin o qəm, kədər səbəb olur ki, məsələn, çox gözəl bir şeir yazır. Çox gözəl bir, nə bilim, roman yazır. Bir poema yazır və yaxud həmin o qəm, kədərdən çıxmaq istəyi səbəb olur ki, onda iradə formalaşır və o vəziyyətdən çıxır. Deməli, insanın yaradıcı olmasından ötürü hər zaman qəm mane edir, belə deyil. Bəzən qəm səbəb olur ki, insan yaradıcı olur. Və yaxud insanın yaradıcı olmasından ötürü hər zaman sevincli olmaq yaxşıdır, o da yaxşı deyil. Bəzi sevinclər yaxşıdır, bəzi sevinclər pisdir. Bəzi fərəhlər insanı məğrur edir. Deməli, insanın yaradıcılıq nöqteyi nəzərindən də fərəh və sevincin mütləq zəruriyyəti deyilən bir nəslə yoxdur. Bu iki. Üçüncüsü. Gəlin, baxaq ki, Qur'anın sevincə münasibəti nə cürdür və ya kədərə münasibəti nə cürdür? Qur'an-ı Kərim insanın sevincini bir sıra ayələrdə belə bəyan edir. Məsələn, bir mübarək ayədə belə deyir. Rabbi şrəhli sədr və yəssirli əmri. İlahi, mənim qəlbimi aç, işlərimi yüngül et. İnşirahu sədr, yəni qəlbin genişliyi, yəni qəlbin aramlığı. Quran deyir ki, həqiqi səadət, həqiqi sevinç o adamın qismətidir ki, onun qəlbi genişdir və qəlbi aramdır, sakitdir, huzuru vardır o insanın. Və yaxud, ələm nəşrəh ləkə sədrək, aya biz sənin qəlbini açmadıq mı, qəlbini genişləndirmədikmi? Və yaxud başqa bir ayədə deyir, fəmən yuridillah ən yəhdiyəh, yəşrəh sədrəhu lil-İslam. Allah bir insanı hidayət etmək istəsə, yönləndirmək istəsə, onun qəlbini açar. Və yaxud başqa bir ayədə deyir, Allah bir insanı zəlalətə salmaq istəyərsə, onun qəlbini daraldar. Yəni, Allah Taala fərəhi nədə görür? Fərəhi qəlbin genişliyində, qəlbin aramlığında, qəlbin özünü xoşbəxt hiss etməsində görür. İndi ki, belə oldu, Qur'anın bu nöqteyi nəzərdən fərəhə münasibəti nə cürdür? Əzizlər, Qur'an fərəhi, sevinci təşviq edir. Deyir, insan daxilən özünü huzurlu hiss eləməlidir. Lakin bizim sevinç kimi gördüklərimiz, onlar sevinç deyil, sevincin üzdə olan nişanələridir. Məsələn, bir insan sevincdən rəqs edir. Rəqs başqa bir şeydir. Sevinç başqa bir şeydir. Sevinç daxili hissdir. Rəqs onun zahirdə görüntüsüdür. Və yaxud sevinç, tutaq ki, bir insan sevinir, durur bir nəsə düzəldir. Və yaxud bir insan sevinir, namaz qılır. Sevinç, o daxili huzur ayrı bir şeydir. Allah onu bəyənir. Lakin üzə vuran şeylər, o üzdə olan əməllərin bir sırasını, hamısını deyil, bəzisini İslam haram edib. Məsələn, deyirsən sevin, lakin rəqs etmə.
rəqsi haram eləyib. Və yaxud əyləncəli musiqiyə qulaq asma. Əyləncəli musiqi ayrı bir şeydir. Sevinç ayrı bir şeydir. Sevinç halaldır. İnsan sevincək olmalıdır. Lakin onun üzdə olan o göstərilərinin hamısını yox ha, bəzisini İslam haram eləyib. İncəsənət halaldır. Bəzi nümunələrini çıxmaq şərtilə rəqs haramdır, əyləncəli musiqi haramdır, nə bilim, və yaxud canlı surət çəkmək haramdır ki, bunlar da hamısı sevincin nümunələridir. Bunları haram eləyib. Amma umumən İslam sevinci haram etməyir. Tamam. Bu nöqteyi nəzərdən də gəlirik əsl mətləbə və bununla da söhbətimi inşallah yavaş-yavaş yekunlaşdırıram. Deməli, insanın fitrəti nə sevincə meyillidir, nə kədərə meyillidir. İnsanın yaradıcı olmasından ötürü nə sevinc %100 səbəbdir, nə kədər %100 maneədir. Bunu da qoyduq qırağa. O tərəfdən İslam sevinci halal bilir, İslam sevinci insan qəlbinin genişliyində və huzurunda görür, lakin bəzi nümunələri, üzə vuran nümunələri, rəqsi, musiqini bu cür şeylərə haram bilir. Bunu yekunlaşdırandan sonra əsl mətləbə gəlirik. O mətləb də bundan ibarətdir ki, iki cür sevinç və iki cür kədər var. Bir xırda və ötüb keçən sevinclər, infiali sevinclər. Bir də var hədəfli sevinç. Hədəfli. İnsan hədəfli varlıq olduğundan onun sevinci də hədəfli olmalıdır. Məsələn, Quran-ı Kərimdən bir ayə oxuyuram sizə əzizlərin huzuruna. Ayədə Allah Teala belə buyurur. Deyir ki, Qarun Musanın tayfasından idi. Fəbəğa aleyhim. Qarun zülm elədi cəmaata. Və ataynahum minəl kunuz. Qaruna böyük biz mal dövlət bəxş elədik. Elə ki, onun xəzinələrinin açarlarını qolu güclü olan insanlar güclə daşıyırdılar. O qədər onlara var dövlət verdik. Qalə ləhu qovmuh. Amma bu qədər ona var dövlət verməyimizə baxmayaraq, o buna şükr etməyə əvəzinə başladı nankörlük etməyə, başladı cəmaata zülm eləməyə. Cəmaat ona dedi, la təfrah, innəllaha la yuhibbul fərihin. Çox qürrələnmə, çox sevinmə. Allah sevinənləri sevməz. Hansı sevinənləri sevməz? Yəni, indi məsələn, tutaq ki, sən bir xoş xəbər eşidirsən, sevinirsən. Allah yəni səni sevmir. Sonraki ayə bunu şərh edir. وَابْتَغِ فِي مَا آتَاكَ اللّٰهِ اَدَّارَ الْآخِرَةِ. Cəmaat ona dedi. Dedi, Allah sənə imkan verib, sənə qüdrət, pul yetirib. Sən bununla Allahın razılığını qazan, ahirətivi qazan. Və la tənsə nəsibəkə minəd dünya. Dünyadan da nəsibivi unutma. Yəni, dünya malı Allah sənə verib, ye, iç, gəz, o heç. Amma məsuliyyətivi də unutma. Və əhsin kəma əhsənəllah ileyk. Yaxşılıq et. Necə ki, Allah sənə yaxşılıq etmişdir. Allah sənin üçün yetiribsə, sən də gərək yaxşılıq edəsən. Və la təbğil fəsadə fil ərz. Yer üzündə Allahın sənə verdiyi nemətlə, zülm eləməklə İnnəllaha la yuhibbul mufsidin. Allah fəsad törədənləri sevməz. Yuxarıda dedi ki, Allah sevinənləri sevməz. İndi dedi ki, Allah fəsad edənləri sevməz. Bu iki ayəni birləşdirəndə nə anlayırıq? Bunu anlayırıq ki, Allah sevinərək, qürrələnərək fəsad edənləri sevməz. Yəni,
Allah sənə nemət bəxş edibsə, sən sevin, lakin məsuliyyətini unutma. Belə deyil ki, Allah sənə nemət veribsə, sən məsuliyyətsizsən, məsuliyyətsiz olmalısan. Heç bir məsuliyyətin yoxdur. Belə şey mi olar? Deməli, insan hədəfli varlıqdır. Onun sevincinin yanında mütləq və mütləq məsuliyyəti vardır. İnsan məsuliyyətsiz deyil. Sən bir hədəf üçün yaranmısan. Sənin sevincinin nəyi var? Yanında bir hədəfi vardır. Bu bir. Başqa bir ayədə biz insanlar fikirləşməyək ki, hər zaman Allah bizə nemət verdi, dünya həmişə belə gedər. Və yaxud biz bir bəlanın, bir çətinliyin içərisindəyik, hər zaman o çətinliklə elə sürünəcəyik. Xeyr, Quran deyir ki, bəzi şeyləri Allah Lövh-i Məhfuzda qərar vermişdir. Ta ki, siz əlinizə gələnə tez sevinməyəsiniz, əlinizdən çıxana da kədərlənməyəsiniz. Bunu siz dərk eləməlisiniz ki, mənə bu gün Allah bu neməti verib. Düzdür? Bu vəzifəni verib, bu pulu verib, bu imkanı verib. Həmişə zehnimin ucunda bu olmalıdır ki, bir gün ola bilər, dövran dəyişə bilər. Allah bu neməti mənim əlimdən alar. Və yaxud, bugün mən çətin vəziyyətdəyəm. Bir gün gələr, mən bu çətinlikdən mütləq çıxacağam. Deməli, Allah bizə nəyi deyir? Demək istəyir ki, sənin sevincin olsun, lakin bu sevincdən qürrələnmə və bu sevinç sənin əlindən çıxanda çox da kədərlənmə. Çünki həyatı Allah belə qurub, insan həyatda daim imtihan olunandır. Bu iki. Üçüncüsü, insan sevinir. Nəyə sevinir? Qardaş, mən rəqs edirəm. Nəyə rəqs edirəm? İnsan yaradıcı varlıqdır. Sən nə təqdim etmisən cəmiyyətə ki, sevinirsən? Məsələn, rəqs edənlər, nəyə rəqs edirlər? Neynəmisən? Allah Teala Qur'an-ı Kərimdə o adamları tərifləyir ki, deyir, onlar iman sahibidirlər, yaxşı əməl sahibidirlər. Onlar sevinsinlər. Qiyamətin günündə Allah onlara böyük mükafat verir, müjdə verir. Yəni, insan bir iş görməlidir. Bu işin nəticəsində sevinməlidir. Onun sevincinin bir mənbəyi olmalıdır, bir əsası olmalıdır. Sən əsassız olaraq sevinirsənsə və rəqs edirsənsə, sən həqiqi sevincdən uzaq düşmüsən. Sən həqiqi hədəfdən uzaq düşmüsən. Ona görə Allah Teala xırda sevincləri, o xırda sevinclərə görə rəqs etməyi, nə bilim, əylənməyi haram edir. Deyir ki, insan sənin həqiqi ləzzətin, həqiqi sevincin, daxili huzuruvu tapmağın və yaradıcı olmağındadır. Sən yaradıcılıqla sevinginən. Yoxsa, üzr istəyirəm, o tərəfdən bir nəfər tütək çalır, sən də burada sevinginən, düş oynaginən. Bu qiymətsizdir, bu əhəmiyyətsizdir, bu mənasız bir sevincdir. Sənin sevincinin əhəmiyyəti olmalıdır, dəyəri olmalıdır, səbəbi olmalıdır. Həmçinin kədərivin. Allah Teala şiddətli şəkildə ümidsizlik nəticəsində yaranan kədəri inkar edir. Deyir, əsla və əsla ümidsizləşməyin. Ümidsizlikdən sizdə kədər yaranmasın. Bu pis bir şeydir. Bu mənfi bir şeydir. Lakin o kədər ki, hədəflidir. O kədər ki, səni içində böyüdür. O kədər ki, sənin şəxsiyyətini formalaşdırır. O kədər ki, sənə dəyərləri xatırladır. Həmin kədər nədir? Bəyəniləndir. Niyə görə bizim imamlarımız, şairlər gələndə İmam Sadiq əleyhissalam Himyəriyə deyir ki, Himyəri, gəl otur, Cəddim Hüseynin
barəsində şeir oxu. Və yaxud İmam Rıza əleyhissalam Du'bəl Xuzai şairə deyir ki, Cəddim Hüseyn barəsində bir şeir inşad et, mən qulaq asım, təsirlənim. Niyə? Çünki Hüseynə kədər, Hüseyn üçün kədərlənmək insanı daxilən neynir? Böyüdür, insanı ümidsizləşdirmir, insanı özünə qapamır, tam əksinə. Hüseyn üçün ağlamaq nədir? İnsanı daxilən təmizləyir, pakləyir və Hüseyn üçün ağlamaq insana bunu başa salır ki, gör Hüseyn kimdir, öz canını dini üçün vermişdir. Sən o dinin qeyrətini çəkməməlisən. İnsana bunu başa salır. Deməli, bu hədəfli kədərdir. Bu insanı böyüdür, bu insana güc verir. İmam Rıza aleyhisselam Rəyyan ibn Şəbibə dedi ki, Rəyyan, bilirsənmi bugün hansı gündür? Dedi, ağa, bugün Məhərrəmin biridir. Həzrət buyurdu ki, Məhərrəm ayı cahiliyyət dövründə haram olan aylardan idi. O vaxt müharibə etmək haram idi. Lakin müsəlmanlar bu ayın ehtiramını saxlamadılar. Peyğəmbərin övladını qətlə yetirdilər. Peyğəmbərin qız gəlinlərini əsir etdilər. Peyğəmbərin balasını şəhid etdilər. Özdə hansı formada şəhid etdilər? Ətşan şəhid etdilər. Zəbəhuhu kəma yüzbəhul kəbş. Peyğəmbər balasını necə ki bir heyvanın başını kəsərlər, o formada Hüseynin başını kəsdilər. Həmin gün onunla birlikdə 18 Peyğəmbər ailəsinin balalarını şəhid etdilər ki, həmin gün ərzin, həmin vaxt yer üzündə onlardan üstün Peyğəmbərə bənzəyən başqa adamlar yox idi. Rəyyan, həmin vaxt göylər və yerlər Hüseynə ağladı. Bunu kim deyir? İmam Rıza aleyhisselam deyir. Kimə ağladı? Hüseynə ağladı. Hüseyn kimdir? Hüseyn müqəddəsdir. Hüseynin torpağı müqəddəsdir. Hələ o ki qaldı Hüseynin özü ola. Mən bugün bir maraqlı bir məlumat oxudum. Ayətullah Müstənbit bizim böyük alimlərimizdən olub. Bizim əsrimizin böyük müştehidləri, yəni keçən əsrin, 20-ci əsrin ən böyük müştehidlərindən biri mərhum Ayətullahul Uzma Seyyid Əbülqasım Əl-Xoidir. Mənim ustadımın ustadı Seyyid Əbülqasım Əl-Xoi. Seyyid Müstənbit onun damadıdır, yeznəsidir. Deyir, mənim qaynanam gecə yuxudan oyanıb, ağlaya-ağlaya, mərhum Seyyid Əbülqasım Xoini yuxudan oyadıb. Soruşub xanımdan ki, nə olub, niyə belə ağlayırsan? Deyib, ağa, səni yuxuda gördüm ki, sənin gözlərin tutuldu, yavaş-yavaş tutuldu. Sonra sən birdən kör oldun. Kör oldun. Deyir, bir neçə gün keçəndən sonra mərhum Seyyid Əbülqasım Xoi bu müştehidin gözləri yavaş-yavaş tutulmağa başladı. Neçə gün ərzində elə tutuldu ki, artıq qarşısında heç nəyi görmür. Hər dəfə Seyyid Xoi gedirdi dərsinə, artıq elə oldu ki, daha dərs demək iqtidarından düşdü. Gözü görmür axı, nə yazıb, nə oxuyub. Neçə gün evdə qaldı. Bir gün deyir, getmişəm huzuruna. Məni çağırdı, dedi, Seyyid Müstənbit, dedi, bəli.
Dedi o taxçanı aç. Orada bir balaca bir torba var. Onu getir. Bir mən getdim, həmin o taxçanı açdım. Baxdım ki, gördüm orada balaca bir torbada nəsə var. Dedi aç onu. Dedim nədir ağa bu? Dedi bu cəddim Hüseynin qəbri şərifinin torpağıdır. Dedim neyniyim ağa bunu? Dedi gözlərini belə yumdu. Dedi gətir ondan səp mənim gözlərimin üstünə. Əminəm ki Allah Hüseynin ehtiramına mənim gözlərimi açacaqdır. Deyir mən gətirdim, səpdim onun gözünün üstünə və çıxdım getdim. Səhərsi gün gəldim. Səhərsi gün gəldim, gördüm ki Seyid Xoyi evdə yoxdur. Özüm təəccüb elədim. Xanımdan soruşdum ki hardadır Seyyid? Dedi gedib dərsə. Tez getdim deyir dərsinə. Gördüm ki ağa eyni ilə əvvəlki kimi kitabı açıb qabağında vərəqdən oxuyur və dərsini şərh edir. Salam olsun sənə ya Əbu Abdillah. Sən nə cür bir kişisən, sən nə cür bir şəxsiyyətsən ki, sənin torpağın 14 əsr sonra belə sənin bədəninin uyuduğu torpaqda Allah bu qədər nemət və bərəkət qərarı vermişdir. Sənin torpağın əgər budursa, sənin özün kimsən? Kim səni tanıdı? Kim sənin məqamını dərk etdi? Kim sənin məqamını bəyan etməyə qadirdir? Ya Əbu Abdillah. Sən hansı torpağın üstündə qaldın? Bizim 3 imamımız 3 gündən sonra dəfn olundu. Birincisi İmam Kazım əleyhisselamdır. İmam Kazım əleyhisselamın nəşini qoymadı hakimiyyət dəfn olunsun, ta ki cəmaatı inandırsın ki, İmam təbii yolla ölüb. İkinci imamımız İmam Cavad əleyhisselamdır. Onun nəşi yuxarıda damın üstündə idi. 3 gün idi orada qalmışdı. Gəldilər, baxdılar, gördülər ki, göyərçinlər öz mübarək qanadlarını açmışlar və Həzrətin nəşinin üzərində sayə salmışlar. Və üçüncü imamımız ki, onun bədəni qumun üzərində qalmışdır 3 gün. Kimdir o? Ağam və Mevlam Əbu Abdillah Hüseyndir. O Hüseyni ki, onun bədəni, mübarək bədəni qızmar günəş altında isti qumların üzərində qalmışdır. Sallallahu aleyke ya Əbu Abdillah. Həmin o Hüseyn ki, xanım Zeynəb salamullah aleyha deyir ki, ya Hüseyn, ya Cəddah, ya Resulallah, bu sənin Hüseynindir. Müqəttə'ul a'zab, məktu'ur ra's, müqəttə'ul a'za, ya Resulallah, bu sənin balan Hüseyndir. Onun başı bədənindən üzülmüşdür, əzaları kəsik-kəsikdir. Kərbəlanın qumları onun üzərinə küləyin vasitəsilə toparlanmışdır. Sallallahu aleyke ya Əbu Abdillah.